Əllamə Təbətəbai yazırdı ki, Qur'anın hökmləri zamana uyğun yazılmış insan qanunu deyil, insanın fitrətinə uyğun açılmış ilahi həqiqətdir. Dövlət konstitusiyası isə insan cəmiyyətinin dəyişən ehtiyaclarına görə yazılan bir razılaşma sistemidir. Ona görə də bunları eyni ölçü ilə tərəzidə çəkmək metod olaraq səhvdir. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, Qur'anı konstitusiya kimi oxumaq onun yalnız hüquq kitabı qatını görməkdir. Halbuki Qur'anın məqsədi insanı dəyişməkdir. İnsan bəzən düşünür ki, əgər din ilahidirsə və kamildirsə, niyə hər şey elə bir formada təqdim olunmayıb ki, hər zehin onu dərhal qəbul etsin və heç bir daxili tərəddüd qalmasın. Sanki həqiqət onun hazırki səviyyəsinə uyğun olmalıdır. Yəni anlamadığı şey ya səhvdir, ya da ən azından problemli görünür. İrfan alimləri deyir ki, həqiqət enmir ki, hər səviyyəyə uyğunlaşsın. İnsan yüksəlir ki, həqiqəti olduğu kimi dərk etsin. Əllamə Təbətəbai qeyd edirdi ki, Qur'anda həm açıq və hamı üçün başa düşülən qat var, həm də dərin və çox mənalı qat var. Əgər bütün ayələr yalnız bir səviyyədə, yalnız zahiri və sadə formada olsaydı, insanın düşüncə, təfəkkür və idraç prosesi dayanardı. Yəni bəzən insanın çaşqınlıq kimi yaşadığı hal əslində onun idrakının oyandığı andır. Əgər həqiqət insan üçün tam məcburi və alternativsiz şəkildə aydın olsaydı, artıq iman deyil, məcburiyyət yaranardı. Yəni insan seçməzdi, sadəcə qəbul edərdi. Halbuki insanın dəyəri onun seçə bilməsindədir. Deməli bəzi hökmlərin dərhal hər kəs üçün aydın olmaması insanın azadlığının bir hissəsidir. Əllamə Qazi deyirdi ki, insan anlamadığı şeyi çox tez inkar etməyə meyillidir. İnsan bir hökmü ilk baxışda qəbul etməyə bilər, bu normaldır. Amma onu dərhal rədd etmək, onu yalnız zahiri hisslərlə ölçmək, bu artıq idrakin qarşısını bağlamaqdır. Ümumiyyətlə ilahi həqiqət insanın qəlbinə onun tutumu qədər açılır. Yəni həqiqət birdən-birə bütün dərinliyi ilə insana verilsə, insan onu daşıya bilməz. Əllamə Qazi qeyd edirdi ki, əgər insanın daxili düzəlməzsə, zahiri qanunlar tək başına cəmiyyət qurmaz. Qur'an irfan alimlərinin dilində varlığı izah edən ilahi bir nizamdır və onun hökmləri də həmin nizamın insan həyatında təzahürüdür. Əllamə Təbətəbai deyirdi ki, Qur'andakı hökmlər insanın fitrətinə uyğundur, müvəqqəti mədəniyyətinə yox. İnsan bəzən düşünür ki, əgər mənim əxlaqıma ziddirsə, bu necə ilahi ola bilər? Lakin insan meyar deyil, meyar olan sadəcə həqiqətdir. Əllamə Qazi deyirdi ki, problem hökmdə deyil, problem insanın baxış səviyyəsindədir. İnsan ruhən yüksəldikcə əvvəllər çətin görünən şeyləri anlayır və ilahi sistemdə harmoniya görür. Əgər desək ki, əxlaqı insan müəyyən edir, onda hər kəs özünə görə doğru quracaq. Yox, əgər desək əxlaqı din müəyyən edir, o zaman niyə bəzən bizə ağır və fərqli görünür? İnsanların qurduğu, yəni etibari əxlaq cəmiyyətə, zamana və mədəniyyətə görə dəyişir. Yəni bir dövrdə normal sayılan şey başqa dövrdə normal sayılmırsa, bu o deməkdir ki, bu əxlaq sabit deyil.